Əməyin təhlükəsizliyi və gigiyenasının idarə edilməsi, fəaliyyətin qiymətləndirilməsinə dair göstərişlər, standartın tətbiq sahəsi. Bu sənəd təşkilatlara əməyin təhlükəsizliyi və gigiyenası üzrə fəaliyyətin qiymətləndirilməsi üçün göstəricilərin hazırlanması da daxil olmaqla, monitorinq, ölçmə, təhlil və qiymətləndirmə proseslərinin qurulması barədə istiqamətlər verir. Bu, təşkilatlara nəzərdə tutulan nəticələrin əldə olunub-olunmadığını, həmçinin əməyin təhlükəsizliyi və gigiyenası fəaliyyətinin davamlı təkmilləşdirilməsinə nail olunub-olunmadığını müəyyən etməyə imkan yaradır. Standartın əhəmiyyəti. Standartın əhəmiyyəti ondan ibarətdir ki, o təşkilatlara əməyin təhlükəsizliyi və gigiyenası üzrə fəaliyyətin monitorinqi, ölçülməsi və qiymətləndirilməsi üçün sistemli yanaşma təqdim edir. Bu yanaşma risklərin vaxtında müəyyən edilməsinə, təhlükəsizlik göstəricilərinin təhlilinə və fəaliyyətin davamlı təkmilləşdirilməsinə imkan yaradır. Standart həmçinin ISO 45001 çərçivəsində əməyin mühafizəsi üzrə idarəetmə proseslərinin daha effektiv tətbiqinə dəstək verir. Standart Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilib. Hörmətli işə götürənlər, əməyin mühafizəsi ilə bağlı standartların tətbiqi iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına xidmət edir. Fəaliyyətinizi bu standartların tələblərinə uyğun qurmağınız tövsiyə olunur.